bayramı ərəfəsində qədim Türk və Azərbaycan şəhəri Urmiyada baş verənlər üstündən bir neçə gün keçməsinə baxmayaraq, ölkə gündəminin qızğın mövzularından biri olaraq qalmaqdadır. Hadisələrə İranda və ölkə xaricində ən müxtəlif izahlar və şərhlər verilsə də, məsələnin mahiyyəti qısaca olaraq belədir. Martın 18-də Urmiyada İran hakimiyyətinin rəsmi icazəsi ilə kürdlərin bayram şənliyi baş tutub. Bundan əvvəl şəhər əhalisinin mütləq əksəriyyətini təşkil edən Azərbaycan türklərinin bayram tədbiri keçirməklə bağlı analoji müraciətinə hakimiyyət orqanları yox cavabı verib. Bu azmış kimi kürdlərin şənliyində İraq Kürdistanının bayrağı dalğalandırılıb. PKK simvolikası yer alıb və Urmiya Kürdistan şüarı səsləndirilib. Təbii ki, bu da Urmiya azərbaycanlılarının qəzəbinə səbəb olub və onlar Martın 22-sində İmam Əlinin vəfatı münasibəti ilə hökumətin təşkil etdiyi mərasimdə Kürd təşkilatlarının ərazi iddialarına cavab veriblər. Yüz minlərlə insanın qatıldığı tədbirdə bu torpaqdan pay olmaz, Urmu Kürdistan olmaz, Urmiya Bozqurdumuz, Azərbaycan yurdumuz, Urmiya Türkündür, Türkün qalacaq kimi şüarlarla gəlmələrin Urmiyaya sahiblənmə iddiasına sərt və birmənalı reaksiya göstərilib. Nəticə etibarilə hökumət orqanlarının təşkil etdiyi dini mərasim Azərbaycan türklərinin öz milli kimliyinə və tarixi torpaqlarına sarsılmaz bağlılığını nümayiş etdirdiyi yürüyüş mitinqə çevrilib.